Bura gelənlər tuturlar, yoxsa? Orada daha bir səni sakin olursun. Video çəkirəm danış. Gördüğünüz gibi məhkəməni bütün mühasirəyə alıblar. Çoxlu sayda polis tutuldu, polis hökümlər və dostlardan bir çoxunu tutdular, qovdular, pərəm-pərəm saldılar. Hər bir tərəfə dağıldı. Ona görə bir dəstə də buradadır. Yəni altı ölkənin Türkmenistanın gününə salmaq istəyirlər. Koreyalaşdırmaq istəyirlər. Artıq məhkəmələrin qabağına diz şəkildə yığılmağa da qoyulurlar. Artıq dostların hərəsi bir yerə dağılıb, Saqib bəyi aparıblar. Cəmil müəllimi Elnurla bir yerdə tutmuşdular. Aparıb başqa yerdə bırakıblar. Bir neçə dostları da saxlayıblar, hələ ki xəbəri. Hüseyin Məliyi də tutublar. Hüseyin Məliyi də tutublar deyilənə görə. Bir neçə dostları. Bugün 14:20'də Ərbəyin apellyasiya məhkəməsi olmalıdır. Mən də bir qayda olaraq məhkəmənin ağzına gəlmişim ki, məhkəmədə iştirak edirəm. Amma polislər gördüm ki, orada heç kim yoxdur. Bütün cəbhəçiləri dağıtmışlar. Mənə də itələyə-itələyə başqa bir istiqamətə gətirdilər və mənə qarşı yovutluq etdilər. Mən də düz onlara qarşı qanunların çərçivəsində danışdım ki, hüququmuz apellyasiya məhkəməsində iştirak eləmək sədrimizin hüququmuzdur. Amma buna baxmayaraq bütün üzvləri məhkəmənin qarşısından kənarlaşdırdılar. Baxın, polislər düz keçidə qədər gəliblər. Bax, indi çəkdiyimə görə üzlərini çevirdilər hamısı o birisi tərəfə. Gedin.